siz gözəlsiniz. Canım, teşekkür ederim, var olun. Her vaxtınız xeyir olsun. Yeniden sizi hoş gördük. Bugün 3. gündür ki biz bir araya toplaşmışıq. Və hər birinizin dəyərli vaxtı, dəyərli zamanı bizimlə keçdiyi üçün sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Doğrudan da xanımların bir arada olması, bir yerə toplanması, ümumiyyətlə xanımların gördüyü bütün işlər, bacarıqlar hər biri bir yerdə nümayiş olunsa daha gözəl olar. Xüsusilə Ədvə xanım, sizə də xoş gəlmisiniz deyirəm. Bir təlimimizdə, bir görüşümüzdə Ədvə xanım yox idi, ona görə də yenidən istədim ki, xoş gəlmisiniz deyəm. Ədvə xanımın özünün də keçən il bizim belə görüşlərimizdə gözəl təkliflər oldu və işlərin necə qurulması, gənclərimizə necə təsir bağışlanması kimi təkliflər oldu və bir neçə nəfər onun tövsiyəsi ilə işə qəbul olundu. Çünki bir müəllimə kimi, bir ziyalı kimi kimlərəsə istiqamət verəndə daha gözəl olur. Xüsusilə də Xatirə müəllimə bugün burada yoxdur, Şəfə xanım yoxdur. Onların da gözəl bir bacarığı oldu. Mən istəyirəm onlar haqqında da bir balaca danışım ki, belə bir görüşmədən sonra Xatirə müəllimə, indi bugün öz iştirak eləmir burada, onlayn kurs kimi tələbələrə, şagirdlərə öyrətmə, metodika. O öz metodundan istifadə edərək öz strategiyasına uyğun gözəl bir təlim metodu hazırladı. Və artıq günü bu günə qədər, indi tətil vaxtıdır, uşaqlarla pulsuz, təmənnasız, bəli, onlayn qaydada dərs keçir. Bunun nəyi pisdir? O söylədi ki, mən Laçınlı olaraq hansısa uşaqlarımıza pulsuz xidmət göstərirəmsə, digər uşaqlarımıza pulla zaten dedi, xidmət eləyə bilərəm də, öyrədərəm. Məhz buna görə də biz hər birinə, Ədvə müəllimə də, Şəfəq müəllimə və Xatirə müəllimə dərin təşəkkürümü bildirirəm. Üzürlük səbəbdən bəzi bizim xanımlarımız bugün burada deyil. Çünki hər birimiz 25-30 nəfər bir yerə toplaşa bilmərik. Bizim üçün önəmli olan hər kəsin fikri bizim üçün vacibdir. Məhz buna görə də sayımız 15 nəfər, 16 nəfər olsa bəsdir. Çünki burada elə xanımlardır ki, hər birinin potensialı böyükdür. Kimisi kosmetoloji baxımından, gözəllik baxımından, şirniyyatların pişirilməsi, çörəyin pişirilməsi, evdə aşpazlıq, şirniyyatlar, şokoladlar və s. hazırlanması, naxışlar, toxuculuq, ipçilik və tikişlə məşğul olanlar. Sabah yəqin ki, bizim Reyhan xanım da burada olacaq, o tikişlə bağlı hansı ki, bəzi materialların göstərilməsi təqdimatıdır. Bugün mən istədim ki, belə bizim elə çay süfrəsi arxasında yenə də öz mövqeyimizdən istifadə edək. Gələcəkdə hər hansı bir işin qurulmasında kiçik sahibkarın rolu nədən ibarətdir? Biz bunu tətbiq etməkdən ötürü mütləq şəkildə çalışmalıyıq ki, öz bacarığımızı nümayiş etdirək. Və dünən qeyri günlər gördünüz ki, Şəlalə xanımın hansı ki, muncuqlardan ibarət əl işləri vardı. Sevə-sevə o, bizim uşaqlarımıza, məktəblərimizə təmənnasız öyrətməyi öz boynuna götürdü. Kosmetoloji baxımdan Elmira xanımdır, Aydın xanımdır. Onların diskusiyası nəticəsində bəlli oldu ki, artıq onlar bir yerdə hər hansı bir işi qurmağa naildirlər. Leyla xanımdır, Reyhan xanımdır, Həvva xanımdır. Şirniyyatla bağlı onların böyük bir təşəbbüsü var. Bu təşəbbüsü həyata keçirməkdən ötürü biz deyirik ki, bu hazırlanmış məhsullar evdə qalmasın. Onları satışa çıxarda bilək. Sabah sahibkar kimi Reyhan xanımın bir obyekti olsa, bir yeri olsa, daha çox sakinlər ondan istifadə edə bilər. Xan kəndindən, Şuşadan, Xocalıdan hər kəs gəlib Reyhan xanımın məhsullarını ala bilər də. Buna görə də mən arzu edirəm ki, belə çəkinmədən təkliflərimizi verəsiniz. Mənim məqsədim danışmaq deyil. Mən də sizlə bərabər şəkildə oturub bu mövzulara toxunmaq istəyirəm. Çalışmaq istəyirəm ki, sahibkar necə olmalıdır və biz bu işimizi necə quraq ki, yatıb qalmasın, kağız üzərində qalmasın. Bunu geniş şəkildə biz həyata keçirdək. Mirvari xanımdır, Təranə xanımdır, Aytəkin xanım bugün burada yoxdur. Çörək pişirmək yolları. Hamıdan gözəl bilirlər. Dediyim kimi, sahibkardılar, kiçik sahibkardılar. Çörək hazırlayırlar, pendir hazırlayırlar, qaymaq. Hətta bayaqları bankada mənə çiyə də gətiriblər. Burada var, qaymağın hazırlanmasıdır. Pendirdir, digər turşulardır, qoyulması. Hamısı bu xanımların sexində var. Bu sex genişlənsə daha gözəl olar. İnanıram ki, satılmış qara çörəkdən tutmuş, digər çörək növlərinə qədər və digər kənd məhsulların biz satışa çıxarda bilərik.
yumurtadır, toyuqdur, pendirdir. Bunların hamısı var. Düz demirəmmi Mirvari xanım? Yəni ona görə də Təranə xanım, Mirvari xanım uşaqlarımızı öyrətməkdə çox deyərdim ki, bacarıqlıdırlar. Laçında da bizə nə lazımdır? Qayıdış olmuş regionlarda və burada xanımlarımıza 9-cu sinfi qutaran uşaqlarımız da, 10-cu sinfi qutarmış uşaqlarımız da imtahandan sonra imtahan verirlər, gözləyirlər ki, nə zaman keçəcəklər. Onların peşə bacarıqlarını üzə çıxartmaqdan ötürü mütləq şəkildə bu kimi məhsulların öyrədilməsi, bacarıqların öyrədilməsi, aşkarlanması hər biri bunlara lazımdır. Sonra sən çəkərsən aydan bir-iki dənə. Bundan başqa, deməli, Aysuya verərsinizsə, bizim deməli arada bir foto şəkillərimiz də ona görə götürülür ki, bizim özümüzün özümüzə aid stendimiz də olacaq gələcəkdə. Sabahları Nəzakət xanımın, Elmira xanımın, Reyhan xanımın obyektləri olanda, hansı ki xüsusi bir yer ayrılanda, o şəkillərdən siz hər biriniz istifadə edəcəksiniz. Ziba xanımın keçən dəfə aşpazlıqla danışdığı, Leyla xanımın danışdığı kimi, onlar nə qədər uşaqlara, insanlara, şirkətlərə dəstək olurlar. Hətta şərait olsa, Leyla xanım, Ziba xanım öz evində deyil, öz sexlərində yeməkləri hazırlayıb insanlara verə bilərlər. Yoxsa evdə hazırladıqları yeməklərin nə satışları var, nə də ki, onun təbliği var. Birinci növbədə biz maarifləndirmə işini aparmalıyıq ki, daha gözəl olsun. Ədvə xanım, istəyirəm ki, siz də bizim bir sakin olaraq, bizim xanımlarımıza sakinliklə bağlı nə mövqeyiniz varsa, təklifiniz varsa söyləyə bilərsiniz. Bəli, durmayın, əyləşin. Zaten biz hamımız dəyərli masa arxasıyıq sanki. İşğaldan azad olmuş rayonlarda dəstək proqramı var. Dövlət bunu yerinə yetirir. Amma qadınların bacardığı sahələrə mən belə düşünürəm ki, bir Laçınlı olaraq azdır. Çünki hər kəs öz sahəsində, məsələn, şirniyyat sahəsində, lap deyək ki, ağartı məhsulları sahəsində, hər kəs öz sahəsində nəsə birinci növbədə dövlətin dəstəyi olmalıdır, bir də reklam olmalıdır. Əgər burada Laçında reklam eləyə bilsək ki, məsələn, filan adresdə süd məhsulları var, filan adresdə şirniyyat var, dikiş var və bunlara da azacıq da olsa, mən demirəm küllü miqdarda, az bir məbləğdə dövlət dəstəyi olsa, həm reklamımızı eləyə bilərik, həm də qazanc əldə edərik. Bu sahibkarlıqda reklam ən birinci bir məsələdir. Adi təhsilin özündə də müəllimi əgər valideyn reklam eləmirsə, bu müəllim yaxşı müəllimdir, bu müəllimin nəticəsi budur, bu müəllimin hazır uşaqları, dərs edir uşaqlar məsələn budur, belədirlər. O müəllim də hardası görsən ki, reklam olmayanda biraz gözdən uzaqda qalmır, amma biraz bəli, əziyyətlə gedir. Gəlir, əziyyətlə gəlir. Amma dövlət dəstəyi də olsa, mən həmişə deyirəm, Radə xanıma da deyirəm ki, siz Laçındakı xanımların səsini çatdırın. Ki, məsələn, xanımlara bir kurs mu açalar, Bakıda var, çoxlu peşə məktəbləri var, peşə kursları var. Laçında da bax, 2 nömrəli məktəb, dövlət sağ olsun, böyük bir tipaboy məktəbdir. Orada bir 2 otaq ayırsalar, buradakı siz xanımları, biz xanımları cəlb eləsələr ki, burada peşə məktəbi hələ yaratmaq mümkün deyil, amma peşə kursları açmışıq. Gəlin siz burada, məsələn, kosmetoloji baxımdan siz örgədin, qızlarımıza, qadınlarımıza, hər bir qadın gözəldir, amma yenə də gözəlləşməlidir, ehtiyacı var, bəli. Məsələn, toxumaq baxımdan, elə bir kurs kimi də, necə ki bir hazırlıq kursu kimi eləyirik. Burada da bir peşə kursu yaratsalar və Radə xanım, siz elə bir məsələ qaldırsanız öz təşkilatlarınızın qarşısındakı, Laçında belə bir cüzi bir məbləğ ayırın. Bu qadınlar öz kurs şagirdlər yetişdirsinlər. Həm örgədək sənətimizi örgədək. Mən bilirəm, amma bu bildiyimi başqalarını örgətməyə mənim şəraitim yoxdur axı. Qura bilmirik. Qura bilmirik. İşimizi qura bilmirik. İşimizi qura bilmirik. Amma biraz da dövlət dəstəyi olsa, biraz da buradakı icra strukturlarının dəstəyi olsa, işimizi qurarıq.
işimizi qurarıq. Yəni bir peşə kursu açarıq. Orada saatla, 1 saat mən toxumağı öyrədirəm, 1 saat mən kosmetoloji baxımdan öyrədirəm, 1 saat mən şirniyyatı öyrədirəm, 1 saat məsələn elə mən yaşlı qadınlar var ki, hadi qatıq çalmağı bacarır. Deyərək düz deyək də, məsələn, mənim özüm qatıq pendir eləməyi bacarmıram. Yəni sevə-sevə gələrik, öyrənərik. Heç vaxt öyrənmək eyib deyil ki, bilməmək eyibdir. Öyrənmək eyib deyil. Belə bir şeylər olsa lap yaxşı olur. Laçında qadınların da marağı çox olar, gənc qızların marağı çox olar. Yəni ən çox da belə maraq cəlb edən işlər olsa yaxşı olur. Nə qazanırıq ki, bir-birimizə dəstək olaq, nəsə yaradaq. Hər kimsə bir himayədarlıq da eləsə, necə bir sponsor kimi eləyər. Sonra biz qazanc əldə eləyəndə öz faizimizi də verərik. Belə şeylər olsa, əlbəttə biz Laçınlı qadınlara da maraqlı olar. Günümüz də yeknəsə keçməz, maraqlı keçər. İşdən sonra, kursdakı dərsimizdən sonra toplaşarıq bir yerə. Asudə vaxt təşkil edir gözümüzə. Yəni ömrümüz də axır gedir, özümüzə də bir gün ayırarıq. Amma yenə də birinci növbədə cüzi də olsa dövlət dəstəyi lazımdır ki, o məsələləri də qaldırmaq lazımdır dövlət strukturları qarşısında, reklam lazımdır. Hətta bir-birimizi də reklam edə bilərik. Mən baxıram, Radə xanım görürəm, paylaşır Laçın Şirniyyat evini, Laçın məhsullarını. Sonra burada Laçınlı başqa müəllimələr var, onlar paylaşırlar Laçın məhsullarını. Kosmetoloji baxımdan görürəm, tez-tez paylaşırlar kosmetoloji işləri. Satışda Məhsulları paylaşırlar. Məhsulları paylaşırlar. Amma əl işlərində xanımların özü ilə də paylaşsa daha gözəl olar, cəlb edici olar, diqqətə layiq olar. Təşəkkürlər Ədibə xanım. Yəni istəyimiz olsa çox iş görərik, amma istəyimiz var. Dəstəyimiz olsa lap çox iş görə bilərik. Bəli, həqiqət budur. Təşəkkür edirəm. Doğrudan da yenə deyirəm, rəsmi istəmirəm olsun. Hər birimiz müzakirəmizi bax belə bu cürə davam etdirə bilərik. Sevil xanımın da gözəl əl işləri olur. Sevil xanımın pişirdiyi, onun da şirniyyatları var. Reyhan xanımla gərək sizi bir rəqib kimi qarşılaşdırmaqda da. Gözəl qabiliyyəti var, onun da bacarığı var. Hər zaman da təklif edir. 2 nəfər xanım vardı. Reyhan xanım hələ sizi tanımırdım o şirniyyat almadan öncə. Məktəbli idi, onlar tort pişirmək istəyirdi. Mənə dedilər ki, biz istəyirik ki, o çəkilişi olsun, balaca bir tort hazırlansın. Mən Sevil xanımın yanına yönəltdim ki, öz üçün də bişirsə, o ən azından o uşaqlara göstərsin ki, necə mikserlə işləmək lazımdır, nəyə tökmək lazımdır, unla necə işləmək lazımdır və buna görə sizə dərin təşəkkürümü bildirəm. Çox sağ olun. Sonra Ziba xanım da həmçinin, Həvva xanımı indi tanıdıq biz. Həvva xanım kimi, Ziba xanım kimi, Təranə xanım kimi, Reyhan xanım kimi insanlar bizə lazımdır ki, burada hər dəfə danışdığımız kimi də məhsulları daha gözəl şəkildə insanlara öyrədə bilsinlər. Təbii ki, Aysunun bildiyi şirniyyatı, kekləri o uşaqlara təbliğ eləyə bilməz, öyrədə bilməz. Amma bizim xanımlarımızın bu cürə potensialları var, təcrübələri var və bununla yanaşı onların öyrədə biləcəyi tələbələri var. Fakt var. Bu günləri evində Reyhan xanım 5 nəfəri öyrədirsə, sabah o uşaqlar gedib özün hansısa bir yarışmada, hansısa bir gözəl bir sərgidə nümayiş eləyə bilər ki, hə, mən Laçını təbliğ edirəm, mənim ustam Həvva xanımdır, Təranə xanımdır, Reyhan xanımdır. Bunların hər biri gözəldir. Belə indi biz çay süfrəsi arxasında asta-asta danışa müzakirə edə müzakirələrimizi davam etdirəcəyik. Bu günləri Nəzakət xanım mən istəyirəm ki, özünün bacarıqlarını sizə göstərsin. Necə göstərsin? Deməli, keçən dəfə kiməsə öyrədirdi və mənim özümə də hətta o hansı ki oymalarla, nə bilim, bu milçədir. Bunlarla necə işləmək olur? Bunların hamısını öyrədəndə xoşum gəldi və düşündüm ki, mən bunu əgər bacarıramsa, özüm üçün də nəsə eləyə bilərəm də. Bu baxımdan Nəzakət xanımın özünə dedim ki, ən azından burada olan xanımlarımız qış ayları gələndə istəyir ki, özünə şərf toxusun, nə bilim, papaq toxusun, belə ki. Hətta mənə burada, deməli, mən qabağa düşdüm, hədiyyələr verdi mənə. Nə gözəl. Bu belə çantalar və telefon qabı
Mən qazandım da, yəni burada inşallah ki sizin də qazancınız olar belə gözəl. Özü sizə bunların hər birini göstərdikcə mən deyəcəm. Və xüsusilə dərin təşəkkürümü bildirirəm ki, bu günləri belə bir əl qabiliyyəti olan insan bu şərfi də mənə hədiyyə etdi. Mübarək. Ona görə də bəli, biz bunu da bəli çalışmalıyıq ki, onun əməyini də qiymətləndirək. İndi ona görə də Nəzakət xanıma mən xahiş eləyəcəm ki, özü də bir balaca necə başladı, bu işləri, əl işi, bu naxışları, bu bacarıqları, hörmələri necə edib özü danışsın. Çünki mənim danışmağım biraz düzgün deyil, çünki mən toxumuram axı onu. Sadəcə olaraq mən bunu qəbul edirəm ki, özümə. Hədiyyə. Mənə hədiyyədir. Təşəkkürlər Nəzakət xanım. Buyurun. Bura gəlirsiniz, gəlin. Orada da danışa bilərsən, istəyirsən, yoxsa buraya yaxşıdır, necə? Bura gəlsin. Herkesi salamlayıram. İlk önce bu güzel layihənin təşkilatçılarına, başta İradə xanım olmaqla çəkiliş komandasına öz təşəkkürümü bildirirəm. Mənim kiçik yaradıcı dünyamı, nə bilim, sevimli hobbimə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Bunlar hamısı mənim əl işlərimdir. Bu məsəl üçün ananas naxışıdır. Ümumiyyətlə toxuculuq çox qədim sənətdir, yəqin ki bilirsiniz. Bunlar da qədim naxışlar sayılır. Baxın görün, bunu mən rusçan bilirəm. Bu məsəl üçün naxış, babushkin kvadrat deyirlər, Azərbaycanca bilmirəm. Nənə kvadrat. Nənə üçün. Bunlardan deməli bilet də toxumaq olar. Nə bilim, belə sumkalar toxumaq olar. Sonra nə göstərim? Kitablar göstərmək istəyirəm. Görünüşü lap maraqlı. Bu məsəl üçün, bu da elə kvadratdan toxunmuşdu. Bu kitab üzlüyüdür. Baxın, çixol, kitab çixoludur. Bəli, Quran-Kərim üçün. Və qeyri kitablar üçün maraq olan hər birinin istədiyi kitabları uyğun şəkildə qoyub. Bu məsəl üçün sumkadır. Lap gözəl. Xüsusi iplə toxunulub. Çanta, qadın çantası. Əsəyə getmək var, nə qeyri-qeyri. Öncəlikləri var. O çox gözəldir. Şərhlərdir, nə bilim. Çox vaxtlar. Bir də ki, bu işi sizi təqdim eləmək istəyirəm. Əslində bu Satışı gedib. Əslində bu çətin bir sənət deyil, yəni xüsusi bacarıq tələb olunan bir şey deyil. Bunu mən Aydan xanıma dünənləri öyrətmişəm. Yəni bir neçə dəqiqəmi alıb. Aydan xanım bura gəl. Xahiş edirəm. Gəl. Artıq bu öz peşəsini yavaş-yavaş öyrədə bilir. Bəli, mən də hər birinizi salamlayıram. Həqiqətən mənə maraqlı gəldi, əl işlərini gördüm. Bir təxmini sizə deyərdim, neçə 2 saat, 3 saata. Dayanmadan 3 saata hörsən alınırdı. Mən bunu biraz fərqli istirdim, telefon qablı kimi istirdim. Amma belə kaşlıq kimi. Bunun ipi də ola bilər. Bu da Şəlalə xanımın əl işindən oğurluyub. Yəni nümayiş etdirmişdi, ondan götürüb üstünə qoymuşam. Yəni çox maraqlı sənətdir, həvəsi olan üçün belə deyək. Sənətdir. Nəzakət xanım da o qədər səbirlidir ki, tövsiyə elədi ki, burada hansı uşaqların marağı olarsa, gənclərin marağı olarsa. Bir kurs açılardı, məsəl üçün dərnək. Təmənnasız öyrətməyə hazırdır. Bəli. Bu çox az bir şeydir. Yəni mən toxuduqlarımı, sevdiklərimə, qohumlarıma paylamışam. Ona görə qalan hissələr budur. Bəli. Amma hər şey toxumaq olur. Axşam əlində hördüyüm bu da var. Geyimlər, Məsəl aksesuarlar. üçün bu belə gözəl görüntülər. Onu yəni 10 dəqiqə ərzində hörməsi. Bu saniyələr içində bəli olan bir Çox qəşəng görüntüdür. yaraşır. Yəni yubkalar, Uyğundur. yubkalar. Məsələn, mən bu bir neçə gün ərzində təlim müddətimizdə Nəzakət xanımı indi sabah da görərsiniz nə hörmüşəm. Bunların hamısını öyrənəcəm. O deyir elə bir asan metodikası var ki, sadəcə xəritə kimi də baxırsan onun asanlıqla Həm ərsəyə gətirirsən. terapiyadır. Bunu göstərməyə 10 dəqiqə zamanı keçdi. Sökdüm, düzəltdim. 10 dəqiqəyə dedim yox, maraqlıdır. Bu daha asandır düşünürəm. Bəli, deməli çay süfrəsi ətrafında sizdə
Nəzakət xanım, o ilmələri oturduğunuz yerdə istəyərəm ki, xanımlara da göstərəsiniz. Sabah biz də hamımız öz nəvələrimizə, uşaqlarımıza, hətta qonşuya, kiməsə pay verə bilərik. Biz onu görsəz, Aydan xanım necə onu həvəslə toxuyur və onu mənə belə hədiyyə etmədi. Ən gözəl toxuma, bəli, bu həm belə taxılır, 2 qat ola bilər, ya da ki, belə ola bilər, belə maraqlı bir şey də Hətta düzəltmək satışın belə olar. təşkil edib, satışın belə təşkil edibdir. Dünən 2 nəfər üçün, bəli, 2 nəfər üçün Laçınlı xanım götürdü. O bizə kursa gəlmək istəyirdilər. Düzdür, onlar da Bu biraz açıq, uşaqlı idilər deyə. açıqdır. Dünən hamısını incələmişəm. Artıq mən də həvəskar, toxucu olmaq niyyətinə düşmüşəm. O açıqdır, bu birləşikdir. Bunu belə eləyirik biz. Deməli, Aydan xanım, siz onu taxdıqca mən bir əlavə deyim. Bu hazır, burası belə oturur. Bu da belə belə. Bəli. Bu əsl qışda isti saçmaq. Hamısı da Yaraşdı. Deməli, bunların hamısını təqdim etmək indi çəsfirəsi haqqında hamımızın da bildiyi vardır. Reyhan xanım da bildiyi var. Reyhan da bilir. Mən bilirəm ki, bu ilmələri işlədikcə özünüzdə o terapiyanı istəyəcəksiniz. Və bizim milli adət ənənəmizə uyğun, Lokomotorika deyirlər, beyinlə bəli, milli adət ənənəmizə uyğun, tariximizə uyğun, genimizə uyğun bu naxışlardır, hörmədir. Necə ki, xalçanın toxunuşu var. Bu toxunuşlar da bəli davam edir. Bizdə də həmin bu dönəm artıq müasirləşir. Keçmişdən xalçaya doğru gəlirik. Gəbələrdir də hamısı xalçalardır, kiçik patuşkalardır, kiçik divar xalçalarıdır ki, bunların hamısı toxunur, ərsəyə gəlir. Və Nəzakət xanımın da bu cürə əməyi doğrudan da qiymətlidir. Və bu neçə gündə göstərdiyi bu məhsullar və öyrətdiyi insanlara görə Nəzakət xanıma təşəkkür edirəm. Çünki bu məhsulun özü də bir keyfiyyət deməkdir. Sabahları hər birimiz hansısa bir məhsulumuzu satanda, birimiz şirniyyatı, birimiz bu şərfi, papağı, qidaları sizə təşəkkür düşəcək. Və biz də oradan savaba batmış olacağıq. Çünki hətta bizə hədiyyə də verir, pay da verir. Ona görə bu hədiyyələrdən daha çox eləsin Nəzakət xanım ki, biz onu bacarmırıq. Bacaran insanlar da sabah onu satışını eləyər. Belə, başqa bir Belə şeylər öyrənirdim. İndi də əslində elə idi. Nə qədər bütün nəvələrimin hamısına qofta toxumuşam. İpi də belə maraqlıdır. elə bir ki, bu ipəyə doğru. İndi onu qıymırlar yeyirməyə. Yəqin ölümümə görə Estağfurullah. Var toxuculuqla şərflər, platiyalar, jaketlər, jiletlər toxuyubdur. Və bilirsiniz necə? O da deyir ki, bu nəsildən nəsilə ötürülsün deyə öz nəvələrinə də öyrədir. Dərdləşə, müzakirə edə, buyurun. çox adama maraqlı gəlir ki, görəsən bunu Siz inanın ki, Nəzakət xanıma sual verdim ki, siz bu cürə məsələn satış eləyirsiniz, qiymətin az qoyursunuz da, burada əl əməyi var. 10 manat, 15 manat. Mən oradan almışdım balaca bir çantanı, kaşloku, 50 manat. Amma Nəzakət xanım insanlara qiymətinə uyğun, yerinə uyğun bu seçimləri edir və şükürlər olsun ki, satışında təbliğ edir. Buna görə mən Nəzakət xanıma dərin təşəkkürümü bildirirəm. İnşallah biz də bu məhsullardan Laçında da satışın və sərgisini təşkil edərik və bu təşkildə, sərgidə hər kəs və bütün Laçınlarımız bunlardan bəhrələnə bilərlər. Deməli, burada Nicat bəy, siz özünüz mükəmməl qaydada bu fotolar, videolar görəndə qeyri-adiliyi görürsünüz. Həvva xanımın keçən dəfə göstərdiyi o hazırladığı məhsullar şokoladlar idi. Bugünkü məhsulları bu çiçəklərdir. Bu xanım təsəvvür edin ki, salfetkadan, kağızdan, plakatlardan, fayllardan belə gözəl məhsullar ərsəyə gətirir və biz də arzu edirik ki, gələcəkdə bunların satışını təbliğ edək. Və bizim dövlətlarımıza siz, bunu biz Həvva xanım bizim övladlarımıza, Laçınlı xanımlara öyrətsin. Təşəkkür edirəm Həvva xanım.
Çox gözəl, doğrudan da çox gözəldir. Və mən arzu edirəm ki, hər bir əl işlərimiz burada gözəl şəkildə təbliğ olunsun. İnanıram ki, növbəti illərdə üzümüzə gələn gözəl payızda, yazda bizim xanımlarımızın hazırladığı məhsullar satışa çıxacaq, sərgiyə çıxacaq və dövlətimiz tərəfindən dəstək olacaq ki, biz müxtəlif sayda sexlər, fabriklər, nə bilim, gücümüz çatan balaca obyektlər aça bilək. Kosmetoloji şöbələr, necə ki, lazer aparatında işləyənlər var, gözəllik, bütün kosmetika növünü bizim hazırlaya biləcək xanımımız, həkimimiz Elmira xanım buradadır. Elmira xanım özü Laçınlı olmasa da, illərin, 3 ilin artıq Laçına həsr edir. Biz Laçınlılar da buna sevinirik. Sizdən az sevmirəm ha, bura. Bəli, bəli. Nə gözəl ki, siz bu gözəlliyi bizə yaşandırsınız. Və Mən Laçınlı olmasam da, illər uzunu həqiqətən də Laçına olan sevgim hələ orta məktəbdə olan vaxt olubdu. Yaxın rəfiqələrim çoxu Laçınlı olub. Sonra qohumlarımızdan qızlarımız ailə qrup Laçınlılarla. Yəni həqiqətən də bu insanların, burada yaşayan Laçınlı insanların qonaqpərvərliyi, sevgisimi, ailəyə möhkəm olmağımı, yəni onları daimi görmüşəm. Allah Teala hələ o illər uzunu 30 ildən də çox əvvəl mən sevgi məndə olub Laçına sevgi. Ancaq Allah elə eləyibdi ki, 35 il, 36 ildən sonra talih gətirib məni burada, mən burada işə gəlmişəm. Yəni işim olub burada. İndi hal-hazırda burada işləyirəm. Yenə deyirəm, özüm burada olmasam da, özüm buralı olmasam da sevgim çox böyükdür. Bilirsiniz necə, Azərbaycan hər yeri gözəldir. Yəni tək Laçın deyək, biraz inciməyin. Torpağımızın bütün yerləri gözəldir. Mən istərdim ki, balaca bir dənə şeir deyəm. Nəriman Həsənzadənin bir şeiri var, deyir, dinləsən ürəkdən qopan bir hava, görsən qonaq sevər bir el, bir oba. Deməli, əzizim, bizim eldəsən. Şirvanda, Muğanda, ya da Mildəsən. Arazın, ya Kürün qırağındasan, bir söz, Azərbaycan torpağındasan. Yəni, həqiqətən də Azərbaycanımızın hər yeri gözəldir. Laçını seçirik, danışırıq, düzdür. Amma Azərbaycanın hər güşəsi gözəldir. Bəlkə də bilirsiniz nəyə görə? Mən uzun illər vətəndən uzaq yaşamışam, yəni başqa bir ölkədə. Ona görə bu vətənə olan sevgi, istək, inanın, istəyirəm ki, o boşluqları dolduram. Daha çox gəzəm, daha çox təbiətdən zövq alam, daha çox öz millətimizlə, Azərbaycanlılarımızla ünsiyyətdə quram. Yəni o ki, keçmiş ki, qalıb ki, o boşluqlar ki, münasibətim olmayıb da, onları, həmin onu tamamlayam. Ona görə, yəqin ki, görürsünüz mənim istəyimi, sevgimi, deyir, o gözlər ürəyin aynasıdır, qəlbin aynasıdır. O da ki, var. Dəyərli xanımlarımız, gözəl xanımlarımız, dəyərli vaxtınızı bizimlə bərabər keçirdiniz. Mənə də xoş oldu, sizə də xoş oldu. Bilirəm ki, sizin hər birinizin öz bacarığı, öz təşəbbüsü, öz yaradıcılığı var. Və bu 3-cü gündür ki, biz bir yerdəyik. Mən belə hiss edirəm ki, heç biriniz yorulmadınız, mən elə gəlir. Bunun da, bu görüşmənin də nəticəsi gələcəkdə yaxşı görməyi arzu edirəm. İnanıram ki, bizim bu səsimizə səs verən insanlar var və bizə də xüsusilə bu Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xüsusi dəstəyi var. Onların bizlərə hər zaman dəstəyi bundan ibarətdir ki, qayıdış olmuş regionlarda, rayonlarda biz hər hansısa bir işləri görə bilək. Bunun üçün mən sizə dərin təşəkkürümü bildirirəm. Xüsusilə bizə burada vaxtını ayıran video kameramız Nicat bəyə dərin təşəkkürümü bildirirəm ki, öz dəyərli vaxtını ayırıb hər zaman yorulmadan biz harda olduq, yanımızda olduğu üçün minnətdarlığımı bildirirəm. İnanırsınız ki, mənim özüm də sizinlə bir çox şeylər öyrənəsi oldum burada və öyrəndim. Mən də sizin birinizəm. İnanıram ki, hər birinizdən öyrəndiyim hər hansı bir mövzu varsa, o sahədə mən də artıq təcrübə qazanmış olacağam. Hər hansı bir məlumat ötürəndə, hesabat yazanda və yaxud da ki, Laçında, digər yerlərdə məlumatları ötürəndə artıq mənim sözüm olacaq. Tanıdığım insanların bacardığı hər bir şeyi artıq mən təbliğ edə biləcəm. Yoxsa mən bugün sakit tərzdə burada bir vətəndaş olaraq otursam,
demək onda bizim xanımlarımız da sakit oturmuşlar. Artıq biz birlikdə gücümüzü birləşdirdik və bu yaranmış qrupumuzu biz hər yerdə özümüzlə bərabər təbliğ etməliyik. Elmira xanım bir yerdə, Mirvari xanım bir yerdə, Reyhan xanım, Nəzakət xanım, Həvva xanım. Yəni bunları mən sadalamaqda belədir ki, Rabilə xanım, məqsədim budur ki, biz təbliğatımızı, maarifləndirməmizi güclü şəkildə apara bilək. Və bu son deyil, bizim bir neçə gün görüşməmiz var və evlərdə də hətta görüşümüz olacaq. Sonda bizim səfərimiz də var və bu səfərin içərisində Laçında bizim Gilabi sexi var, orada gedib baxacağıq, tikiş sexi var, baxacağıq. Hətta bizim Can Laçında gördüyümüz kimi Can Laçın çay evinin çay məhsullarının nə gözəl məhsulları var. Biz çalışacağıq ki, biz həmin hazırlanmış sexlərə, obyektlərə baş çəkək və oradan da yeni nəsə öyrənə bilək. Bundan əlavə arzum budur ki, hər zaman bir olaq. Hər birinizə dərin təşəkkürümü Çox sağ bildirirəm. olun, dəvət elədiyinizə Buyurun, görə. çay süfrəsində daha Təşkilatçılığa geniş. görə minnətdaram sizə. Buyurun, Çox sağ olun. buyurun. Orada yakıncı şöyle Nigar xanım geçirdi. Mən özüm düşürürdüm evi. Tutaq ki, bir yerdə, obyekt verirsə, işlədirsiniz. Satışım yoxdur Satışınız deyə, mən o zəifdir, yeri bəli. işlədə bilmirəm. Yəni belə, yəni İşim var, məclisim var. Böylədir çəksin. Hacı üst tutunca sənə üst tutarım ki. Belə var, belə şey deyirsən, belə elə. çörək bazardan Belə var, belə. bacarmıram. Yəni elə bir ki, sırf bunun bazar Məsələn, telefonla məsələn, çox eləyirəmsə bir nasıl almışlar ki, şimdi pul Nəzə ki, belə belə. Ha, Yox, bax, öyle. Belə xanımlar çox gözəldir. Onlar nasıl danışır, qazanır, qura bilərsiniz. Nasıl ki, o bişirmə üzrə əl bacaracaq. Əlində saxlayaraq şəkil çəksinlər.